Ermənistan TRIP layihəsi çərçivəsində Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında hər iki istiqamətdə insanlar, nəqliyyat vasitələri və yüklər üçün sadələşdirilmiş tranzit rejimini təmin etməyi öhdəsinə götürür. Bu barədə ABŞ dövlət katibi Marco Rubio və Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanın TRIP layihəsi üzrə birgə bəyanatında deyilir. Dövlət Departamentində qeyd ediblər ki, Tramp marşrutunun əsas təyinatlarından biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin edilməsidir. Sənəddə vurğulanır ki, TRIP dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında regional sülhə, sabitliyə və inteqrasiya töhfə verərək Ermənistan ərazisində maneəsiz multimodal tranzit əlaqəsini təmin etmək üçün nəzərdə tutulub. TRIP-in Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasını Ermənistan ərazisi vasitəsilə birləşdirməklə və Trans-Xəzər ticarət marşrutunda həyati əhəmiyyətli əlaqələr yaratmaqla həm beynəlxalq, həm də Ermənistan Respublikasının daxili bağlantısı üçün qarşılıqlı faydalar gətirəcəyi gözlənilir. Bəyanatda deyilir, Rubio və Mirzoyan arasında əldə edilmiş razılaşmalara əsasən rəsmi İrəvan TRIP layihəsi çərçivəsində bir sıra öhdəlikləri yerinə yetirməlidir. Xüsusilə Ermənistan TRIP Development Company ilə hərtərəfli əməkdaşlığı və dəstəyi təmin etməyi, dövlət qurumları arasında səmərəli koordinasiyanı təşkil etməyi, icazələrin vaxtında alınmasına və tənzimləmə prosedurlarının təşkilinə kömək etməyi, ABŞ-dəki tərəfdaşlarla açıq təmasda olmağı, həmçinin layihənin tam potensialının reallaşdırılması üçün regionda vəziyyətin normallaşdırılması istiqamətində işləməyi öhdəsinə götürür. Bundan başqa, Ermənistanın milli qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq insanların nəqliyyat vasitələrinin və yüklərin, o cümlədən Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında hər iki istiqamətdə hərəkəti üçün diferensiallaşdırılmış prosedurlar hazırlamaq öhdəliyi ayrıca vurğulanır.